Salam əziz izləyicilər. Bugün bir neçə ibrətamiz hadisə danışmaq istəyirəm. Vaxtınıza heyfiniz gəlməsin. Mən əminəm ki, faydası olacaq sizin üçün. İndi hər evdə soyuducu da var, paltar yuyan da, kondisionerdə və s. Və hər biriniz bu söhbətimdəki problemlərlə üzləşə bilərsiniz. Ona görə axıra kimi dinləyin, vaxtınıza heyfiniz gəlməsin. Günlərin bir günü mənim paltar yuyanım işləmədi. Özüm də xəstə idim, yataq xəstəsi. Oğlum dedi, servizdən adam çağırım, gəlsin düzəltsin. Gəldi, baxdı, çox insaflı adam imiş, pul da almadı. Dedi ki, beyin xarabdır, beyin tapın, gəlim dəyişdirim. Bu getdi, təbii ki, mən inanmadım ona, başqa usta çağırmaq istədim. İnternetdən bir elan gördüm, çağırış haqqı 10 manat, paltar yuyan ustasıyam, çağırın gəlin. Çağırdım, gəldi, amma 2 nəfər gəldi, 2 cavan adamdır. Baxdılar, o yana bu yana, dedilər ki, bunun teni xarabdır. Mən qalxdım yataqdan, testeri gətirdim, dedim, göstər o teni mənə, göstərdi. Ölçdüm, dedim, qardaşlar, bu ten xarab deyil. Biraz dilxor oldular, biraz o yana bu yana nəmnüm elədilər. Axırda biri qalxdı ki, motor xarabdır, motor. Motor alın, gələk dəyişdirək. Mən başa düşdüm ki, bunlar usta deyirlər. Ya ümumiyyətlə heç texnikadan başları çıxmayan adamlardır. Belə çağırış haqqı 10 manatdan gedirlər o qapıdan, bu qapıdan əldən 10 manat alıb bir bəhanə eləyib aradan çıxırlar. Amma bu demək deyil ki, bu usta olmayan, mütləq usta olmayan fırıldaqçı idi. Və ustaların özündə də elə bir şey var. Başları çıxmayan da bir bəhanə eləyirlər. Ən azından çağırış haqqını götürüb çıxıb gedirlər. Və səhərsi gün biraz özümə gəldim. Oğluma dedim, aç çıxardı motoru, açdı, çıxartdı. Götürdüm, baxdım, gördüm ki, kömürlər yeyilib. Ona görə gəh toxunur, gəh toxunmur, arada bir proqram dayanırdı. Dərdi də bu idi. Səhmirəmsə 2 manata getdim, kömür aldım. O vaxt hələ köhnə manatın vaxtı idi. 2000 manata deyəsən aldım. Əhəmiyyəti yoxdur. Dəyişdirdim, hələ də o paltar yuyan Beko işləyir. Köhnə modeldir. Elə burada yeri gəlmişkən, söz düşmüşkən bir qeyd də deyim sizin üçün. Köhnə model cihazlar təzələrdən daha keyfiyyətlidir. O konkurensiyaya görə istehsalçılar nəsə bir əllaməlik düşünürlər. Ay, mənim paltar yuyanın paltarı qurudur da, ay, proqramı çoxdur, nə bilim nə, belə şeylər lazımsız, gərəksiz bir funksiyalar qoyurlar ora və çox vaxtda heç kim o funksiyalardan istifadə eləmir. Məsələn, dəqiq bildiyim, paltarı qurudan, bakın içində qurudan paltar yuyanlar var. Onu işlədənlər deyirlər ki, yox, onu işlətmirik. Niyə? Çünki orada qurudulan paltar iyi verir, pis iyi verir. Bax, bu da güya ki, üstünlük idi də, bu paltar yuyanı baxı eləmişdilər ki, bu üstün paltar yuyandır. Amma onun üstünlüyündən də istifadə eləyən yoxdur, faktik. Bu 3 nəfər paltar yuyana baxdı, getdi, bir şey çıxmadı. İndi soyuducuya keçək. Günlərin bir günü soyuducu başladı cippildəməyə. Siqnalizasiyası işə düşüb, cippildəyir ki, problem var. Çağırdım servizdən, hardan ki mağaza almışdım,
mağazanın servisindən adam çağırdım, gəldi. Baxdım, gördüm bu adamın texnika haqqında anlayışı çox zəifdir. Oradan-buradan sual-cavab elədim. Məlum oldu ki, bu zootexnik ixtisası üzrə texnikum qurtarıb. Əhəmiyyət vermədim, dedim düzəldir, bu düzəltsin də, zootexnik olmur, baytar olsun, nəyimə lazımdır? Mənim soyucum düzəlsin. Təbii ki, düzəldə bilmədi. Mülahizələrini eşidəndə gördüm ki, bu adam usta deyil. Düzgün mülahizələr eləmir. Axırda dedi ki, bu getməlidir laboratoriyaya. Bu soyuducu da çox böyükdür, çox ağır bir iki qapılı soyuducudur, özü də çox ağırdır. Bunu deyir, düşür, gətir, biz emalatxanada bunu düzəldək, remont eləyək. Oradan da götürüb gətirərsiniz. Dedim, azalım, mən bunu 6-cı mərtəbədən necə düşürdüm? Bir dənə maşın tutum, aparım ora. Sonra oradan bir maşın tutum, gətirim bura. Sonra 2 dənə hambal tutum, bunu qaldırtdırım yuxarı. Üstəlik sənə əl haqqı verim. Elə ondan skiyib təzə soyuducu alaram ki, o boyda pula kim təmir eləyər? Düz özün bilən məsləhət, nə istəyirsən elə. Bu faktiki olaraq öz borcunu yerinə yetirməmək üçün bunlar hamısı bəlkə də düşünülmüşdür, sadəcə müftə pul qazanmaq üçün bir fırıldaqdır da. Nəysə, qonşulardan araşdırmaq istədim, görüm kim tanıyır bir yaxşı soyuducu ustası. Bir nəfər dedi ki, mənim qohumum ustadır. Dedim, çağır gəlsin. Gəldi, baxdı və problemi soyuducunun nə idi? Cibbildirdi və o pis soyudurdu. Siqnalizasiyada yanır ki, ustaya müraciət elə. Bu gəldi, gələn kimi dedi ki, bunun qapağın həndəvarında rezin var, platinetli rezin. Onun ətrafına alt tərəfdən dolanmış boru var. O borunun problemidir. Bu deşiyi axtarmalı olduğu halda birbaşa münəccimlik eləyir. Dedim, qardaş, bir yoxla da, yoxla gör doğrudan mı ondandır? Hələ bir özündən razı halda, milyon faiz, mən 40 ildir usta işləyirəm, bu xardiniklərin xəstəliyidir. Mən hara gedirəm, birinci bunu nədir? Zaqluşit eləyirəm, elə belə də dedi. Zaqluşit eləyirəm, məsələ bitir. Mən də çox çənə döymədim, ortada xətrini istədiyim adam var, onun qohumudur, onun təşrifi ilə çağırmışam. Dedim, yaxşı, götürdü, kəsdi, lehimlədi, qoşdu. 2 gün işlədi soyuducu. 3-cü gün bir də cibbillədi. Artıq mən onsuz da şübhəliyəm ki, onun deşiyi orada olmaya bilərdi. Dedim, qardaş, belədir, bu yenə cibbil deyir. Gəl yine necə lazım bunun deşiyini axtaraq tapaq, onu bağla, sonra təzədən qaz vur bunu. Dedi, gəlməyinə gələrəm, amma rayondayam, sabah yox, birisi gün başda olacaq. Dedim, dözərəm, eybi yoxdur. Dözdüm, amma risk eləyib qoşuram xardinik. Özü də deyib ki, qoş, qorxma, qoş cibbildəsin, amma işləyəcək. Zəif soyudur axı. O da birisi gün gəlmədi, bir neçə gündə sonra gəldi. O vaxt gəldi ki, artıq motor pərçimlənib işləmir. Həmin gün səhər motor dayandı, 1-2 saatdan sonra bu gəldi. Yəni, o yan bu yan mən acılamaq istəmədim. Yenə arada adam var idi, xətrini istədiyim qonşum var idi. Aldım motoru dəyişdirdik. Amma motor da, həmin motoru mən götürdüm, bir vilka, şnur və o şnurun hər birinin ucuna bir diod bağladım. Mühəndisəm də bilirəm motor necə işləyir, nə cür onu gücləndirmək olar ki,
fırlanma momentini. 2 diyoddan asılı. Qoşdum. Bir dəfə tərpəndi, səsləndi. İkinci dəfə çıxartdım. İkinci dəfə qoşanda necə lazım başladı işləməyə. Hal-hazırda da o işləkdir. Ara sıra maşının təkərini dolduranda qoşuram onu, təkər doldurur. Bax, usta əslində onu çıxartmalıydı o. Pərçimləmədən də çıxartmalıydı, mənə motor aldırmalı deyil. Amma ona görə qınamıram onu. O hər başın işi deyil də onu eləmək. Amma ustalarımız belədir. Deməli, 2 dənə bax bu cihaz üçün mən 4 dənə usta çağırdım. Bax, belə yaratmaz işlər gördülər mənim üçün. Bu işi sizin üçün də görürlər, görəcəklər. Ona görə siz azdan çoxdan bir anlayışınız olmalıdır cihaz haqqında. Başqasının başına nə gəlib? Deyir, gəldilər ustalar servisdən. Uyan buna, onu dəyiş, bunu dəyiş filan fəsməkan. Axırda məlum oldu ki, bir boru var. İçərdən suyu çıxardır. Motorun üstündə qab var. Qaba tökür, o qabda o su motorun içisinə buxarlanır, gedir. O sistemdə boru tutulub hansısa səbəbdən. Ona görə bu işləmirmiş. O borunu açandan sonra oradan su tökülüb, həmin oradan qabın içinə əvvəl quruymuş qab. Məftil sağlıqlar, su tökülüb, ondan sonra soyucunu qoşublar. Soyucu başlayıb işləməyə. Amma ona qədər bir neçə element dəyişdiriblər və adam xərcə düşübdür nə qədər. Bax belə. İndi çalışın, sizi də bu cürə aldadan olmasın. Sağ olun, salamat qalın. Bəyənən bəyənsin. Çox bəyənən bir dənə komment də yazsın. Allah amanında qalın. Sağ olun.